Birinci zövcəni cəzalandırmaq üçün ikinci dəfə evlənəcəm. Bu nə məntiqdir? Baxın, nə evlənmək cəzalandırma üsuludur, nə də qadın cəza obyektidir. Bir nəfər birinci həyat yoldaşını tərbiyələndirmək məqsədi ilə ikinci dəfə evlənmişdir. Məndən xahiş etdi ki, onun həyat hekayəsini danışım və insanlar faydalansınlar. Deyir ki, mən də bu qaydanı əsas götürmüşdüm, belə görmüşdüm. Birinci ilə aramızda biraz problem yaşanan kimi, onu cəzalandırmaq niyyəti ilə dərhal ikinci dəfə evləndim. Nə baş verdi? Birinci yoldaşım məsələni daha da böyütdü və məni uşaqlarından məhrum etdi. Psixoloji zərbə aldım, çünki uşaqlar zəif nöqtəmdir. Uşaqlarım üçün yanıb yaxılıram, onları çox sevirəm. Hər gün onlarla vaxt keçirib işə gedirdim. Getmədiyim məhkəmə, tutmadığım vəkil qalmadı. Ora müraciət et, bu adamla əlaqə saxla, o daha yaxşıdır, deyə. Bir girdab içində yaşadım. Psixoloji çöktüm. Çox sarsıldım. İkinci dəfə evlənmişdim ki, birinciyə dərs verim. Görünür, cəza alan özüm oldum. Gəl sənə evliliklə bağlı bir qayda deyim. Nə evlilik cəzalandırma vasitəsi, nə də qadın cəza obyektidir. İnsanın başına bir iş gəldikdə bunu həll etməlidir. Tutaq ki, zövcənlə aranda problem var. Bunun həlli yolları var. Anlaşmağa çalışırsan, yüzlərlə, minlərlə yolu var. Bir yol tapıb məsələni həll edə bilərsən. Amma sən nə etdin? Vəziyyəti daha da çətinləşdirdin. İkinci həyat yoldaşın sənin psixoloji burulğan içində olduğunu, onunla maraqlanmadığını, haqlarını ödəmədiyini və 24 saat sadəcə öz uşaqlarına düşündüyünü gördükdə talaq boşanma tələb etdi. Nə birincisi ilə qərar tutdun, nə də ikincisi ilə. Birinci zövcə ilə problem yaşananda onu cəzalandırmaq üçün ikinci dəfə evlən şəklində bizi tərbiyə ediblər. Yaxşı, onda belə deyək. İkinci ilə evlənib problem yaşasan, nə edəcəksən? Onu cəzalandırmaq üçün üçüncü ilə mi evlənəcəksən? Üçüncü ilə problem yaşasan, nə edəcəksən? Yallah, dördüncü ilə evlənəcəksən? Belə çıxır ki, özün müəllimsən, onlar isə cəza alanlardır. Bu nə məntiqdir? Problemlər davam etsə, dörd yoldaşdan dördünü də boşayıb, təkrar dördünü alacaqsan, bu nə dərəcə doğrudur? Nə özün qərar tapdın, nə gözəl həyat yaşadın, nə də sabit ailəyə sahib oldun. Bizdə bəzi düşüncələr var ki, ailəni dağıdır. Birinci zövcəni ikinci ilə cəzalandır anlayışı son dərəcə təhlükəlidir. Dinləyin. Bəli, aləmdən Rəbbi çox arvadlığa icra verib. Lakin bunun təfsilatı var, məsuliyyəti var, qaydası və yolu var.